Ət buzludur deyə görürsünüz, kalbasa kimi doğranır. Adətən istifadə eləyəndə həmişə restoranlarda körpə ətə götürürük də biz, yəni dana da olsun və yaxud quzu əti olsun, körpə ətindən istifadə eləyirik. Çünki körpə ətinin dadı da qəşəng olur və yumşaq olur, həm də tez pişir. Bu xüsusiyyətləri var, ona görə. Yəni buzludur. Ondan da atacağıq buğlamanın içinə biraz şirəli olsun, bildiniz necə? Əslində yəni sümüklü ətdən eləmək daha məsləhətlidir, həm dadına görə, həm belə deyək də, onun özünün də içində şirəsi olur da, yəni bu iliyi olur. O ilik qarışır, belə jelatin kimi olur da, yəni. Onun özü də dad qatır o. Yoxsa həlivli olur da belə. Hə. İndi sümüksüz ətdən eləyirik deyə o sümüyü bütöv atacağıq içinə, qırıb ortadan. Balta deyəsən bugün biz qırıb püskünə qoyacağıq.